Dirçəliş Hərəkatı Partiyasının qurucusu və sədri siyasi ekspert Fərəc Quliyevlə müzakirə aparacaq. Fərəc bəy, axşamınız xeyir olsun, xoş gördük sizi. Xoş gördük sizi və tamaşaçılarımızı salamlayıram. Təşəkkür edirik bizə dəvətimizi qəbul etdiyiniz üçün. Fərəc bəy, necə düşünürsünüz? Günlərdir müzakirə olunurdu, gah keçiriləcəyi deyilirdi, gah dedilər ki, İran tərəfi şərtləri qəbul etmir deyə görüş keçirilməyəcək. Nəhayət ki, bugün danışıqlar start götürdü. Nələri gözləyə bilərik? Açığı bu görüşdə hər iki tərəfin vaxt qazanması mən hesab edirəm ki, ehtimalı var və hər iki tərəf vaxt qazanmağa çalışır. Çünki Amerika tərəf zərbələr endirərsə, bunun ardınca öz hərbçilərini qorumaq, bazalarını qorumaq və bazaları yerləşən dövlətləri qorumaq üçün havadan müdafiə sistemlərini tam olaraq gətirib çıxarmayıbdır və ikinci donanmasını hazırlayıb dəstək üçün gətirmək haqqında düşüncələr vardı. İkinci bir tərəfdən ta Hind okeanından Bəstə körfəzinə qədər ərazidə o gəmiləri vardı Amerikanın, onların da vurulma ehtimalları vardı. Üstəlik daşıyıcı, neft daşıyıcı tankerlər var müttəfiqlərinin, onların zərbələrdən qoruma ehtiyacı vardı. Bu dünən üçün iki tankeri İran tərəfi hələ bayrağı, kimin bayrağı düzdüyü məlum olmayan iki tanker saxladılar və orada böyük neft ehtiyatları var idi. Yəni tərəflər bir-birinə qarşı hər hansı tədbir görəcəksə, kifayət qədər hazırlığı olması düşünürlər. Amerika tərəf məncə bu hazırlığın içərisindədir. İran tərəf də özünün qüvvələrini necə deyirlər, oturuşdurur və hazırlıqlar görürlər. Artıq Xameneyinin müşaviri Şamxanidə deməli katib təyin olundu təhlükəsizlik komitəsində və bu sərt xətt tərəfdarlarının artıq müharibəni idarə edəcəyi anlamına gəlir. Pezeşkiyan biraz bu məsələləri kənarda saxlandı islahatçılar. Yəni onlar da əslində sərt xətti yürütmək istəyində vardılar. Qaldı ki, danışıqlarda qoyulan məsələlər və onlara reaksiyalar, danışıqlarda məsələlər qoyulub-qoyulma. Amma məsələ burasındadır ki, onlar qəbul olunub mu İran tərəfindən? Bu sualın cavabı hələlik yoxdur ortada. Və üstəlik də İran tərəfi o şərtləri qəbul eləməklə kapitulyasiya aktına imza qoyacaqmı? Çünki bu kapitulyasiya aktına imza qoymaq İranı müharibədən yayındırmaqdan daha çox daxildə kataklizmlərin yaranması və hakimiyyətin artıq ciddi şəkildə təzyiq altına, təhdid altına düşməsi deməkdir. Onlar hakimiyyəti saxlaya bilməzlər. Burada balastik raketlər məsələsi vardı. Əgər razılaşarsa, bu o deməkdir ki, İran İsrail qarşısında mütəmadi olaraq bundan sonra əliyalın şəkildə dayanmalıdır və İsrail istədiyi vaxt onu vura bilər. Uran məsələsində də vəziyyət eynidir. Əgər uranı imtina edəcəkdir, əgər İran, onda onun İranın müəyyən müharibələrdən, böyük müharibələrdən, təhdidlərdən sığortalanma sistemi aradan qalxır. Üçüncü bir ciddi məsələ isə İranın proksi qüvvələrdən imtinasıdır. Bu, faktiki olaraq rejimin şiəsilik doktrinasının ləğvi, kənara qoyulması deməkdir. Bundan imtina eləmək elə də rahat məsələ deyil. Proksi qüvvələr İranın özünə qarşı belə qalxa bilərlər. Hələ mən daxili məsələləri, daxildə olan milli etirazları, etniklərin, münasibətlərin qoyuram qırağa. Təkcə ortaya qoyulan bu məsələ. Üstəlik, Çinin neft alma məsələsinə münasibət var. Yəni, o da bir şərtlərdən birisidir ki, Çin İranla bu ticarət məsələlərində, o da nefti buradan götürməsin və s. Razılaşacaqlar mı bu məsələlə bağlı? Ona görə burada danışıqların aparılması məncə ciddi şəkildə bir nəticə verəcəyini mən düşünmürəm və hər iki tərəf vaxt qazanır və günün birində zamana bağlı olan bir məsələdir ki, hər hansı formada hərəkətli olsun. Bu, total şəkildə quru əməliyyatı olmaya bilər, amma nöqtə vuruşundan tutmuş, əvvəllər elan olunduğu kimi iqtisadi bölgələrin vurulması, limanların vurulması, Sepahan müəyyən yerlərdə vurulması məsələsi də ola bilər. Baxın, Zöya xanım, bir məsələ də baş verdi bir neçə müddət əvvəl. Avropa İttifaqı Sepahı terrorçu təşkilat adlandırdı. Yəni, bir terrorçu təşkilat adlandırırsa, bu, Avropa İttifaqında da müəyyən dövlətlərin koalisyon şəkildə İrana zərbələr vurmağında reallaşdırmaq yolu qarşısını açır. Və bəzi məlumatlar var ki, İspaniya, İtaliya, Almaniya təyyarələri də artıq yaxın yerlərdə artıq bazalaşıbdır və bu məsələlərə qatqı məsələləri vardır. Almaniyanın kansleri də bir neçə dəfə İrana qarşı sərt şəkildə çıxış elədi. Və burada İsrail amilini də unutmaq olmaz. İsrail, bəlkə Amerika razılaşa bilər ki, İran rəngini dəyişsin və deyək ki, əsasən İranın cənub-qərb hissəsində olan neft yataqları daha çox istifadə verilsin, Amerika tərəf bundan istifadə eləsin. Nədir ki, Venezuela reseptinə oxşar bir vəziyyətdə və rejimlə əməkdaşlıq eləsinlər. Ballastik raketlərin də tutaq ki, azalması, uranın azalması məsələsi ola bilər.
Ama bu ticari yanaşmadan üstünde İsrail'in özünün bir yanaşması vardı. İsrail'in təhlükəsizlik məsələsi vardı. İsrail ise Amerika'da çok büyük lobbisi vardı ve onun isteklerinden Amerika'nın görmezden gelmesi de mümkün değil. Ve dünen yoksa sırağa gün İsrail ve Amerika hərbiçiləri 3 saate kadar məsləhətləşmələr apardılar. Orada müəyyən sənədlər araşdırıldı, orada müəyyən davranışlar müəyyən oldu. Ona göre elbette biz sülh isteyirik. Biz qonşuluğumuzda baş verəcək hadiselerde kataklizmler istemirik. İsteyirik ki bizim orada elbette ki 50 milyonluk Azerbaycan Türk'ü öz azadlığına çalsın, dinç yollarından, konstitusiyon hüquqları bərpa olsun, özünün dövləti olsun, başka. Ama biz bölgede böyük dövlətlərin toqquşmasını ve böyük fəlakəti istəməsək də, bu bizim iradəmizdən asılı olan bir məsələ deyil. Böyük ehtimalla Omandakı bu görüşlər də bir görüntü xarakterli olaraqdan hər iki tərəf özü sülhpərvər kimi göstərmək və vaxt kazanmaya hesablanıbdır. Türkiyədə əvvəl olmalıydı görüş, amma görürsünüz ki, bunu orada eləmədilər və bunu Omanda elədilər. Mən sizə Arakçı ilə Cənab Fidanın bir briefingində bir epizodu xatırlatmaq istəyirəm. Orada o barədə də Fərəc bəy, mən sizə sual ünvanlamaq istəyirdim ki, Türkiyə barədə İranı xoflandıran məsələ nədən ibarət idi? Əslində İran Oman görüşünə üstünlük verməkdə istəyir əsaslandırsın ki, biz Omanda ona görə görüş istəyirik ki, əvvəl də Omanda görüş olmuşdu və buradakı görüş yalnız nüvə məsələsinə həsr olunmuşdu. Burada nə başqa dövlətlərin iştirakı var idi, nə də başqa predmeti müzakirəsi yox idi və bu görüşdə həmin görüşün ardıdır. Yenə də biz başqa məsələləri və məsələlərə kimsənin qarışmağını istəmirik. Kimi bir göstəri eləmək istəyir. Əslində belə əsaslandırmağa çalışır. Amma faktiki olaraq İran Türkiyəni qısqanır və bölgədə bu vəziyyətdə əgər İran çox ciddi şəkildə geri çəkiləcəksə, Türkiyədə məsələdə vasitəçi kimi irəli çıxırsa, müəyyən məsələlərə nail olursa, Türkiyənin həm müsəlman dövlətləri üzərində deməli təsiri artmış olur və reyting artmış olur. Həm də dünyada ümumiyyətlə böyük məsələlərdə Türkiyənin bölgə dövləti kimi daha çox sayılacaq bir yerə gəlməsi İran-Türkiyə rəqabətində İranı sərf eləmir. İkinci bir tərəfdən Türkiyənin özünün NATO üzvü olması da İranda tərəddüdlər yaradır ki, bu NATO'nun üzvü olaraqdan hansı, nə qədər bizdən məsələlərdə səmimi olacaqdır, şübhə ilə yanaşırlar. Və mənə elə gəlir ki, mühüm məsələlərdən birisi də, bax o briefingdə mən xatırlatmaq istədim, Hakan Fidan bir fikir dedi. Dedi, biz burada bölgədə hər şey diplomatik həll olmasını istəyirik. Amma İran rejimi xalqın səsini eşitməlidir və ikinci mühüm bir məsələyə də işarə elədi ki, biz birlikdə PKK və PJK qarşı mübarizə aparmalıyıq. O demək istədi ki, son zamanlar xüsusən Qərbi Azərbaycan ərazilərində ciddi şəkildə PJK-ın təşkilatlanma məsələlərinə İran əl qoyubdur və Türkiyədə narahat edir məsələlərini. Ona görə mən hesab edirəm ki, bu amil də ortada olandan sonra sabahdan Türkiyənin qarşısında deyək ki, bir borcu yaranır İranın bu məsələlərlə bağlı olaraq ki, şərtə mi qəbul elədi orada PJK qarşı mübarizədə? Sabah daxili ayaqlanmalarda PJK ya PETAK aşağı hissədə yerləşən Kürtlər İrana qarşı qalxacaqlarmı ki, sən bizi Türkiyə satdın anlamıyla. O mənə də ehtiyat edirlər. Mənə elə gəlir ki, Türkiyədən danışıqlarda Türkiyədə aparılmamasının əsas səbəbi İranın Omandakı danışıqların ardını aparır kimi izaha bağlı deyil, məhz bu ikinci blok məsələlərə bağlıdır. Bəli, elə önəmli məqamları vurğulamış olduğunuz, vaxt qazanma hədəflərinin olduğunu da vurğulamış olduğunuz, həqiqətən də ən azından görünən mənzərə də, müəyyən detallara da baxdıqda, yayılan məlumatların məzmununa da baxdıqda elə bu vaxt qazanma istəyinin olduğunu biz müşahidə edə bilirik. Bir digər buraxılışımızda da hətta The National nəşrinin yazdığı məlumatı da biz bu yöndə müzakirə etmiş olduq və düşünürəm ki, elə həmin məlumat da sizin dediklərinizin bu təsdiqidir. Belə ki, nəşrin verdiyi məlumata görə ABŞ administrasiyası yeni formalaşacaq olan yaxın perspektivdə hazırki rejimdən sonraki period üçün yeni formalaşacaq olan müvəqqəti hökumətlə bağlı ssenarilər hazırlayır. Bu elə özü-özlüyündə bu görüşdən də bir nəticənin gözlənilməməsi anlamına gəlir. Yəni onlar əmindirlər ki, görüş öncəsi belə əmindirlər ki, bu görüşdə heç bir nəticə olmayacaq və biz artıq yeni ssenariləri işə sala bilərik. Həqiqətən də Vaşinqtonun hazırki reallıqda o qüdrəti varmı yeni hökuməti İranda formalaşdırsın? Bir müddət əvvəl daxili ayaqlanmalarda məncə şahın oğlunu irəli çıxarmaq taktiki və strateji səhv idi. Şahın oğlunu önə çıxarmaqla
faktiki olaraq İran adlanan imperiyada əhalinin 52%-ni 48 milyonluq təşkil edən Azərbaycan türklərindən dəstək alınmadı. Azərbaycan türkləri Pəhləvi rejimindən kifayət qədər ağır zərbələr aldılar və bu böyük türk xalqı qalxıb Pəhləvi uğrunda mübarizə girməzdi. O mənada əgər orada Azərbaycan türklərinin deyək ki, bir formalaşdırdığı məşvərət şurasından mı, ya aparıcı insandan mı, danışıqlar apararaq ortaq məqsədə gəlsəydilər, daxili məsələlərdə daha ciddi nəticələr əldə etmək mümkündür. Mən burada Züleyxa xanım xüsusi olaraq bir amilə istəyirəm işarə edeyim. Bəzən orada ayaqlanmalar olanda, xarici dövlətlər, Amerika, İsrail məsələlərə əl qoyanda daxili ayaqlanmaları xarici ilə əlaqələndirlər. Bu belə deyil. Azərbaycan 200 ildir bölünübdür və mütəmadi olaraq Azərbaycan türkləri etiraz edirlər. Hətta dövlətlər qrupları orada, Xiyabani dövründə, Pişəvəri dövründə, hətta deməli 79-cu inqilabında bizim Azərbaycan türkləri qalib gəlmişlər, onun əlindən qələbəni aldılar. Sadəcə olaraq bu düşməni dostudur prinsipi ilə Azərbaycan türkləri davranacaqlarsa, bunu normal qarşılamaq lazımdır. Biz Azərbaycan türklərinə qarşı Fas rejiminin qəddarlığının qarşısını ala biləcək silahsızlaşdırma yönündə atılacaq Amerikanın, İsrailin addımları nə dəstəkləməyək ki? Əgər onlar Azərbaycan xalqına zülm edəcəklərsə, vurmağa çalışacaqlarsa, qoy düşmənlərimiz zərərsizləşdirsin. Amma Amerika tərəfdə danışıqları səhv yönündə aparmalı deyirlər. Azərbaycan insanın haqqını oğurlamaqla, onu səhv salmaqla nəticə əldə etmək mümkün deyil. O mənada mən sizin sözünüzə qüvvət verirəm ki, post deməli Xamenei dönəmində hazırlıqlar gedir təbii ki və bu da hazırlıqlar üçün də danışıqlar aparılırsa, müəyyən işlər görülürsə, bu o deməkdir ki, bu sülh danışıqları adı altında danışıq sadəcə formal bir xarakteri daşıyır, kəşfiyyat xarakteri daşıyır, bir zondajma məsələsidir, kim kimin gücünü yoxlayır. Bax, bir puan qaldırmışlar, Amerikanlar vurdu. Ya katerləri bir gəmiyə yaxınlaşmışdı, qovdular onları. Dünən bunlar bir iki dənə gəmini saxladılar falan. Yəni bunlar hamısı zondlama, siyasi zondlama məsələsi. Kimin gücü nədir, hara qədər iradə ortaya qoyurlar və nələrə nail olacaqlar. Amma yenə deyirəm, və yenə bu senarilərdə Pəhləvi tipində bir məsələ ortaya çıxarsa, bu rejimin daxildən ağır zərbə alması mümkün olmaz. Mən hesab edirəm ki, daxildə yalnız və yalnız Azərbaycan türklərinin iradəsi ciddi şəkildə nəzərə alınmalıdır. Türkiyə bəzi məsələlərdə açıqlıdır ki, tərəddüd edir. Məsələn, 46-47-ci illərdə Muhabbət mərkəzi və Kürdistan olubdur. Bu gün ehtiyat edilir ki, bəlkə orada ayaqlanmalar ola bilər. Amma Suriyada, İraqda Türkiyənin gördüyü işin sonucu oldu ki, ölkədə iş görə bildi, özünə məxsus, orada uyğun olan rejimlə iş başa gələnsə, orada PYD da, PEJAK da, nə bilim, SDK da, Suriya Demokratik Qüvvələri də yerində oturdular. Heç bir şey də bilmədi. Azərbaycan türkləri də bu günləri nailiyyət əldə eləsələr, orada heç bir azlıq, heç bir terror qüvvəsi, PEJAK, Kürdlər orada at oynada bilməzlər. Bunu ciddi şəkildə nəzərə almaq lazımdır və mən hesab edirəm ki, bəlkə bu bir təhqiq də herhalde mən bir partiya səhvliyəm, mənim fikrimdir. Zamanıdır ki, Azərbaycan və Türkiyə Güney Azərbaycansını masaya yatırsın və ciddi şəkildə olacaqlarla bağlı, ən müxtəlif versiyalarla bağlı, müxtəlif variantlarla bağlı özünün mövqelərini müəyyənləşdirsin. Sabah hətta humanitar məsələlərlə bağlı olaraq Azərbaycan türkləri soyqırıma məruz qalacaqsa Türkiyə və Azərbaycan susmalıdırmı? Əlbəttə yox. Biz onda düşmən qarşısında dayanmağı bacarmalıyıq, onlar dəstək verməyi bacarmalıyıq, sahib çıxmalı bacarmalıyıq. Bəs onlar azadlığın alandan sonra bizim susqunluğumuza 5 gündən sonra necə baxırlar onlar? Yəni bir qonşu dövlətdə hətta baş verənlərə bizim reaksiyamız belə olmalıdır. Biz qonşu dövlət deyilik. Biz Azərbaycan Milli Azadlıq Hərəkatı nəticəsində Azərbaycanın ədalətli statikosunu şimalda əldə etmiş, cənubda isə hələ əldə etməmiş bir dövlətik. Və Azərbaycan prezidenti də dəfələrlə deyil. 50 milyonluq Azərbaycan xalqının prezidenti və Azərbaycan dövləti Türkiyə məncə bu məsələləri masaya yatırmalıdır. Çox maraqlı çağırışlar oldu, fikirləriniz oldu. Buna görə sizə minnətdarlığımızı bildiririk. Fərəc bəy, dəyərli vaxtınızı ayırdınız. Sağ olun. Təşəkkür edirəm. Sağ olun.